Salam, mən FES Akademinin Riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü sual izahımız 5-7-ci siniflərə əhatə edəcək sualların izahı olacaq. İndi isə keçirik sualların izahına. Birinci sualımız belədir. Bir ədədin yarısı 18-dir. Bu ədədin 3 misli neçədir? Ədədin yarısı 18 deyirsə, demək bu ədəd 2-yə bölünür. Biz nə edirik? 18-i vururuq 2-yə ki, görək həmin ədəd hansı ədədir? Tapırıq ki, 36-dır. 18-i 2-yə vuranda edir 36. Və bizdən bu ədədin 3 mislini soruşur. Yəni 36-nı biz 3-ə vurmalıyıq ki, görək, 36-nı 3-ə vursaq cavab eləyər 108. Sən demə bu ədəd 108-ə bərabərdir. Cavab C variantı 108. İndi isə keçirik ikinci sualımıza. İkinci sualımız hansı kəsir daha böyükdür? Hansı kəsir daha böyükdür dedikdə biz nə edirik? Ya kəsirlərdə məxrəclər bərabərləşməlidir, ya da sürətlər bərabərləşməlidir. Biz burada baxırıq ki, məxrəcimiz 4, 8, 12, 16-dır. Baxıram ki, 4, 8, 12 və 16-nın əkobu 48-dir. Yəni, ən kiçik ortaq böləni 48-dir. Burada 48, hər birisinə 48 yazıram məxrəclərinə. Demək, 48... 48, burada da 48 yazıram. Çünki məxrəci 48-ə bərabər edəcək. 48-i 4-ə böləndə 12, 12-ni 3-ə vuranda eləyir 36. Bu 48-də 36 oldu. 48-i 8-ə bölsək 6, 6-nı da 5-ə vururuq edir 30. 48-i 12-yə bölək 4, 4 7 28. 48-i 16-ya bölsək 3, 3 9-un da 27. Və bunlardan deyir, hansı daha böyükdür? Biz bilirik, məxrəcləri bərabərləşdirəndə sürəti böyük olan kəsir daha böyük kəsir hesab olunur. Və baxıram 30, 36, 30, 28, 27-in içində ən böyük kəsir 48-də 36. Yəni 4-də 3 kəsirimiz daha böyük kəsir olmuş olacaq. İndi isə keçirik üçüncü sualımızın izahına. Üçüncü sualımıza baxırıq. Bir kitabın üçüncü sualımız belədir. Bir kitabın 120 səhifəsi var. Aysel kitabın 5-də 3-ünü oxudu. Oxunan səhifə ilə oxunmayan səhifənin fərqi neçədir? Biz baxırıq ki, səhifəsi kitabın 120 səhifədir və 5-də 3-ünü Aysel oxuyur. Biz ilk növbədə 120-nin 5-də 3-ünü tapırıq. Yəni 120-ni 5-ə bölüb 3-ə vurmalıyıq. 120-ni 5-ə böləndə düşür 24. 24-ü də 3-ə vuranda edir 72. Və bizdən nə istəyir? Deyir ki, oxunan səhifə ilə oxunmayan səhifəni. Demək, 72-sini Aysel oxuyub. Düzdür, yerdə qalıb 120-dən biz 72-ni çıxmalıyıq ki, görək yerdə oxunmayan səhifəmiz nə qədərdir? 48. Tapırıq ki, 120-dən 72 çıxanda qalır 48. Və bizdən oxunanla oxunmayanın fərqini istəyir. Oxunan 72-dir, oxunulmayan isə, yəni oxunmayan isə 48-dir. 72-dən də 48 çıxanda qalacaq demək 12-dən 8, 4, 6-dan da 4, 2, 24 səhifə oxunmamış, yəni 2 səhifənin fərqi 24 səhifə etmiş olacaq. Cavab C variantı 24. İndi isə keçirik 4-cü sualımızın izahına. 4-cü sualımıza baxırıq. Deyir 4-cü sualda ardıcıl 3 ədədin cəmi 72-dir. Ən böyük ədəd neçədir? Ardıcıl ədədlər biz bilirik ki, bir-bir artan ədədlərdir. Məsəl üçün 3, 4, 5 bunlar ardıcıl ədədlərdir. Və bizdən də ardıcıl 3 ədədin cəminin 72 olmağını istəyir. 72 olduğunu bildirir və ən böyük ədəd istəyir bizdən. 3 ədəddirsə biz birinci ədədi də bilmirik, ikinci ədəd də bilmirik, üçüncü ədəd də bilmirik. Biz bilirik ədədlərimiz ardıcıl olduğu üçün cüt-cüt tək-tək artır. Yəni 1, 2 ardıcıl olaraq artır. Digər üzərinə də 3 gəlir və bunların üçünün cəmi 72-yə bərabərdir. Mən bunları toplayıram. 1-in üzərinə 2 gəlirəm, 3 üzərinə də 3, 6. 72-dən həmin 6-nı çıxıram. 12-dən 6 çıxırıq, 6 yerdə qalır 66. Və x-imizin sayı 3 dənədir. 3x bərabərdir 66. X nəyə bərabərdir? 66-nı x-in qiymətinə bölürəm, yəni 3-ə bölürəm, düşür cavab 22. Demək, x-imiz 22-dirsə, bizdən ən böyük ədəd istəyir. Aparıb x üstə 3-ün yerinə qoyacaq. 22-nin üzərinə 3 gələndə neçə edir? 25. Cavab C variantı 25 etmiş olacaq. İndi isə keçirik 5-ci sualımızın izahına. 5-ci sualımıza baxırıq. Bizə deyir ki, düzbucaqlının uzunluğu 12 sm, eni isə uzunluğunun 3/1 qədərdir. Bu düzbucaqlının sahəsi neçə kvadrat santimetrdir? Bir dənə düzbucaqlı çəkirik. Demək, bizə verib uzunluq 12 sm. Yazırıq 12 sm.
N-ni isə 3də 1-nə, 12-nin 3də 1, yəni 12-ni 3-ə böləndə neçə düşür? 4. Demək, eni də 4 sm-dir. Uzunluq 12 sm, eni 4 sm. Bu düzbucaqlığın sahəsini istəyir. Sahə də S hərfi ilə işarələnir. S bərabər 12 sm vurulsun 4 sm-ə. Bərabərdir. 12-ni 4-ə vuranda nə edəcək? 48 kvadrat santimetr. Biz sahə vahidləri mütləq şəkildə qeyd eləməliyik. 48 kvadrat santimetr. Cavab burada da C variantı 48 kvadrat santimetr olmuş olacaq. İndi isə keçirik digər variantın, digər sualımıza, 6-cı suala. Bizə deyir ki, 2 bucağı 45 və 65 dərəcədir. 3-cü bucaq neçə dərəcədir? Biz bilirik ki, 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Və bizdən də daxili bucaqlarını istəyirik. 2 bucağın 45 və 65 verib. 45 ilə biz 65-i toplamalıyıq. 45 ilə 65-in cəmi nəyə bərabərdir? 110-a. Və 180-dən də 110 dərəcəni çıxacaq. Yerdə qalan bizim 3-cü bucağımız olacaq. Yəni 3-cü bucağımız 70 dərəcəyə bərabər olacaq. Cavab B variantı olmuş olacaq. İndi isə keçirik 7 nömrəli suala. 7 nömrəli suala baxırıq. 7 nömrəli sualda bizədir faiz məsələsinə aiddir. Faiz mövzusuna aiddir. 80-in 25 faizi neçədir? Biz ədədin faizini tapanda, ədədi faiz göstərən ədədə vurub, yəni 25 faizə vurub, 100 faizə bölməliyik. Biz baxırıq 100 ilə 25 ixtisara gedir bir-birinə. Burada düşür 4, burada da düşür 1. 80 ilə də 4 bir-birinə ixtisara gedir, burada düşür 20, burada düşür 1. Cavab 20-yə bərabərdir. Yəni 80-in 25% həm də 80-in 4-dən 1 hissəsi deməkdir. Cavab 20-yə bərabər olacaq. Variant olaraq B variantı düzgün cavabımız olacaq. İndi isə keçirik 8 nömrəli suala. 8 nömrəli suallar müsbət və mənfi ədədlərə aid toplama və çıxma əməlidir. -5 mötərizə daxilində üzərinə 12 gəlir, çıxırıq 8. -5 mötərizənin kənarında heç bir ədəd yoxsa, elə -5 olduğu kimi çıxır. Üzərinə gəlirik 12, çıxırıq 8. -5-in üzərinə 12 gələndə ədədimizin biri müsbətdir, biri mənfidir. Böyükdən kiçiyi çıxılır və böyüyün işarəsini götürürük. 12-dən 5-i çıxacaq, qalacaq 7, amma müsbət 7. Çünki 12 burada müsbətdir. Müsbət 7-dən də 8 çıxanda baxıram ki, 7 müsbətdir burada, amma 8-i görürəm mənfidir. Qarşısında bir işarə, mənfi işarəsi var. Böyükdən kiçiyi çıxıb böyüyün işarəsini götürəcəm. Mən də görürəm ki, böyük 8-dir və işarəsi mənfidir. 8-dən də 7 çıxanda cavab qalacaq 1, yəni -1 cavab A variantı olmuş olacaq. İndi isə keçirik 9 nömrəli sualımızın izahına. İndi isə 9 nömrəli sualın izahına baxırıq. Paralel iki düz xətti kəsən düz xəttin əmələ gətirdiyi daxili çarpaz bucaqlardan biri 65 dərəcədirsə, digəri neçə dərəcədir? Biz bilirik ki, daxili çarpaz bucaqlar hər zaman bir-birinə bərabər olur. Yəni, daxili çarpaz bucağın biri 65 dərəcədirsə, demək digəri də 65 dərəcə olmuş olacaq. İndi isə keçirik 10-cu sualımıza. 10-cu sualımız kəsirlərin müqayisəsi ilə bağlı bir sualdır. 3də 2, A bərabər 3də 2, B bərabər 5də 4, C bərabər 15də 7. Kəsirlərini müqayisə edin. Demək, A 3də 2-dir. B 5də 4-dür. C isə 15də 7-dir. Biz bunların hər birisinin 15 kəsirinə, məxrəcin 15-ə bərabər eləyə bilərik. Çünki biz demişdik, müqayisədə də əgər kəsirdirsə, ya məxrəclər bərabərləşməlidir, ya sürətlər. Mən də baxıram ki, 3, 5, 15, elə ümumi məxrəc 15 götürə bilirik. Demək, burada olacaq 15də 7, 5də 4 olacaq 15də 12, çünki 5-i 3-ə vuranda 15-lər 4də 3-ə vurulacaq, eləyəcək 15də 12. 3də 2-ni də 15-ə tamamlamaq üçün 15-i, mən 3-ü 5-ə vursam 15 eləyir və həmin 5-i 2-yə də vurmalıyam. 5-i 2-yə vuranda edir 10. Baxıram, A 15də 10, B 15də 12, C 15də 7. Və müqayisəni istəyir. Burada ən böyük kəsirimiz bizim
15-də 12 kəsir olacaq. Yəni baxırıq ki, məxrəclər hər birisi 15-dirsə, sürəti böyük olan kəsir daha böyük kəsir olacaq. Demək B daha böyükdür. B daha böyükdür. Baxıram 15-də 10 A ondan kiçikdir. Yəni B-dən sonra gələcək A, A-dan da sonra, yəni A da böyükdür nədən? C-dən. İndi baxırıq ki, B böyükdür A-dan, A da böyükdür C-dən. Elə bir uyğun cavabımız yoxdur. Biz nə edirik? C-ni öncədən yazırıq. C kiçikdir A-dan, A da kiçikdir B-dən. Bu cavab versiyası isə D variantında bizim qarşımıza çıxacaq. Cavab D variantı bizim düzgün cavabımız olmuş olacaq. Gələn dərslərdə, video izahlarda görüşənədək. Sağ olun, salamat qalın.